insanlardan da çox şey asılıdır. İnanın ki, məsəl üçün bizə müraciət edəndə deyirlər, mən əməliyyat olmuşam, mənim zobun təkrar yaranma ehtimalı varmı? Var. Və bunun əsas səbəblərindən biri bilirsiniz hansıdır? Xəstənin səhlənkarlığı. Vaxtında müayinə gəlmir, səhlənkarlıq eləyir, darmanı vaxtında qəbul eləmir. Belə deyir də, mən əməliyyat olmuşam. Hər şey bitib, ancaq bu o demək deyil. Və 1 il, 2 il, 3 il və görürsən ki, xəstə gəlir ki, mən pisəm. Nə olub? Vaxtında gəlmişsənmi? Xeyr. Qalxanvari vəziyyət əməliyyatı zamanı orada 1 qram, 2 qram toxuma saxlanıla bilər. Bu normal bir haldır və insan əməliyyatdan sonra darmanı vaxtında atmasa, vaxtında müayinə olunmursa, o toxumalar başlayır böyüməyə. Niyə? Əməliyyatdan sonra insana darman təyin olunur, hansı ki daimi qəbul olunur və o darmanın dozası önəmlidir. Bu darmanın dozasının tələbatı hər insan üçün fərqlidir. Hər kəsin öz enerji sərfiyyatı var. Məsəl üçün, əgər sən daha aktiv insansansa, fiziki iş görürsən, sənin darmanın dozasının tələbatı daha çox ola bilər. Fasildən belə asılıdır. Yay, qış və insan həkimə vaxtında gəlsə, dozası düzgün olsa, o zobun təkrar yaranma ehtimalını azaldır.